Selamun Aleyküm və Rəhmətullah. Bismillahirrahmanirrahim. Deməli, qardaşın bu videosuna cavab olaraq bir dənə Muaviyə tərəfdarı güya ki, dırnaqarası cavab veribdi. Deməli, burada bildirir ki, güya ki, həmən adam bizim Şiə aliminin mənbəsindən gətirir bu məqaləni, mətni deyək. Halbuki, bu belə deyil. Bunu sübut eləmək üçün, deməli, Haşim Məruf Əl-Həsaninin kitabına gedəcəyik və həmən buradakı cümləni kimin cümləsi olduğunu göstərəcəyik Allahın izni ilə. İlk öncə ərəbcəsini saxlayım ki, ərəbcə bilənlər oxusunlar, bilməyənlərə isə bunu tərcümə eləyək. Haşim Məruf Əl-Hüseyni 12 İmam Əleyhisselamın tərcüməyi halı kitabı. Deməli, kitabda həmən cümləni çıxardaq. Bizə lazım olan cümlə. Bizə lazım olan cümlə buradadır. Deməli, Şiə alimi kitabına gətirir ki, öz sözü deyil, öz sözü olmadığını belə qeyd edir. Bir qrup tarixçi bildirir ki, Muaviyə İbn Süfyanın, Allah ona lənət eləsin, hakimiyyəti dövründə müsəlmanlar Yezid İbn Muaviyyənin, Allah ona lənət eləsin, rəhbərliyi altında güya ki, İstanbulu fəth eləməyə 2 dəfə hücum olunubdur. Onun birində güya ki, Hüseyn əleyhissalam da orada iştirak edib və Yezid lənətullahın rəhbərliyi altında olubdur. Deməli, alim göstərir ki, bir qrup tarixçi bildirir. Yəni, bir qrupdan nəzərdə tutduğu şəxslər 2 nəfərdir. Bu ikisidir. İbn Əsakir, Şamda doğulubdur və orada da vəfat eləyibdir. Əlbəttə ki, Muaviyyənin tör töküntülərindəndir. Və İbn Kəsir. Bu da həmçinin, özünüz tanıyırsınız, bu da onun tör töküntülərindəndir. İbn Kəsir öz tarixində belə deyir. Hüseyn əleyhissalam qardaşının ölümündən sonra Muaviyyəni lənətullahı ziyarət edirdi və 51-ci ildə onu ziyarət etdi. Və Yezidin, Allah ona lənət eləsin, rəhbərliyi altında ordu ilə birlikdə İstanbulu işğalçı kimi getdi. İstanbulu hücumda iştirak elədi. Bunu İbn Əsakir öz tarixinin 4-cü cildində təsdiqləyir. Ardınca deyilir, izləmədən sonra məlum oldu ki, qeyd etdiyimiz kimi tarixlərində İbn Əsakir və İbn Kəsirdən başqa heç bir tarixçi Hüseyn əleyhissalamın həmin döyüşdə iştirak etdiyini iddia etməyib. Yalnız 2 dənə bu bambılıdan başqa. İndi qayıdaq mənə təhqir eləyən bu özündən qeyriyyətdən xəbəri olmayan bu şərəfsiz. Necə ki, tarixdə Muaviyə lənətullahın tərəfdarları və onun vəliləri, İmam Əli tərəfdarların təqib edirdilər və onları, belə deyək, incidirdilər, hətta edam edirdilər. Hətta onun tərəfdarlarının hədislərini qəbul eləmirlər, indiki sünnilərdən tutmuş sələfilərinə qədər qəbul eləmirlər. Niyə? Çünki Şiədirlər. Deməli, bu özünü tanımayan şərəfsizə mən bambılı dediyimə görə bu mənə verdiyi cavaba bax. Bunun qarşılığında mənə verdiyi cavaba baxın.
İndi siz özünüz fikirləşin, özünüz qərar verin ki, bir şəxs özünü söydürmək istəyəndə o nə etməlidir? Yalnız və yalnız bu Abdullah Abdu adlı nik sahibinin etdiyini etməlidir, onu dediyini deməlidir. Və əlbəttə ki, cavabını aldı. Beləsini təhqir eləmək mütləqdir. Allah buna və bunu kimi ekran arxasında olan şirlərə Allah lənət eləsin və bunların nəslini kəssin.